Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün kanalımdakı ikinci mini vlogu çəkirəm. Həmişəki kimi sadəcə çay və şokoladla səhərimi açıram. Səhərlər nəsə yemək yeyə bilmirəm. Özüm səhər heç nə yeməmişəm, amma qızım üçün Gerkulesi yesin, doysun. Gerkulesi tökdüm qabına və indi gedirəm yedizdirəm, çünki mənim qızımın artıq səbri daşır. Görün nə şirin qabı var. Bitti. Bəli, günün ikinci çayı. Niyə? Çünki mən bir çay koligəm. Həqiqətən oruçda tutanda yeməkdən çox, sudan çox neysə ürəyim çay istəyir. Bu çayımı da içirəm, sonra 1-2 xırda ev işim var, onları görəcəm. Əslində dünənin hamısını görmüşəm, amma toz almaqla 1-2 belə sadə işlər qalıb. Onları da bugün çaydan sonra görəcəm. Siz soruşmamış mən deyim. Televizor ona görə buradadır ki, mən uşağı yatızdıranda və yaxud da ki, hər hansı bir ev işləri görəndə yataq otağında televizora baxmağı xoşlayıram. Baxa-baxa işlərimi görürəm və yaxud da uşağı yatızdırıram və ona görə bura belə qoyulub ki, burada tam göz hizasında olur və baxmaq rahat olur. Yuxarı baxmaq həqiqətən biraz çətindir. Az öncə də demişdim, əslində dünəndən bütün işlərimi görmüşəm. Sadəcə buranın tozunu almaq qalmışdı. Dedim, bütün işləri görmüşkən buranın da tozunu bir yaxşıca təmizləyim. Daha sonra karqom var. Karqom gəlsin, karqomu açacağam. Siz yəqin ki, bu videonu izləyəndə elə biləcəksiniz ki, bu ətirlərin hamısı mənə aiddir, amma yox. Bu ətirlərdən sadəcə ikisi mənimdir, qalan hamısı həyat yoldaşıma aiddir. Mən normalda məsələn bir ətri çox bəyənirəm, onu istifadə edirəm, o bitəndən sonra təkrardan eynisini alıram, amma həyat yoldaşım elə deyil. Onun üçün fərqi yoxdur, ətir ya tündür, ya şirindir. Onun əgər xoşuna gəlirsə, o ətri alır və gətirir belə, bir-iki dəfə istifadə edir, sonra təzə yeni bir ətir alır kolleksiyasına və burada gördüyünüz onun ətirlərinin sadəcə çox kiçik bir hissəsidir. Məsələn, mənim öz şəxsi fikrimi soruşsaz, mənə görə bu qədər ətrin olması mənasızdır və hələ ki sən onlardan sadəcə bir-iki dəfə istifadə edib daha sonra yenisini alırsansa, ondansa bir dənə çox sevdiyin, çox bəyəndiyin bir ətri al, onu bitir və daha sonra ya eynisini al, ya da fərqli birini al. Uşaq yatızdırırdım. Yoldaşım gətirdi ki, al. Ən sevdiyim. Sizcə mən bu bluza nə qədər pul vermişəm? Təbii ki 77 qəpik. Bu bluzun eynisinin boz rəngi məndə var idi. Əynində oturuşunu, keyfiyyətini, materialını çox bəyənmişdim. Ona görə istədim bardov rəngi də olsun məndə. Siz əgər mənim kimi rahat, yüngül bluzları sevirsinizsə, mütləq şəkildə bunu da almalısınız. Burada yeni alınmış göyərtiləri təmizləyirəm. Daha sonra palçığını yuyacağam və qoyacağam suda bir qədər qalsın. Göyərtini bu şəkildə təmizlədikdən sonra suya qoymağı mən anamdan görmüşəm və mən də bu şəkildə davam elətdirirəm. İndi deyəcəksiniz ki, hamı belə eləyir. Xeyr, hamı belə eləmir. Elə insanlar var ki, göyərtini sadəcə suyun altında yuyurlar və bununla kifayətlənirlər. Düzdür, biz heç kəsin seçiminə qarışa bilmərik. Amma mənə elə gəlir ki, göyərtini təmizlədikdən sonra bir qədər suda qalanda o daha yaxşı təmizlənir. Bu göyərtilərin isə çox yəqin ki, həzin sonu kiki olacaq. Çünki 2 nəfər üçün bu qədər göyərti həqiqətən də çoxdur. Xüsusilə də əgər hər yeməyin yanında göyərti yeməyi xoşlamırsınızsa, ona görə də qalıb xarab olmasınlar deyə bunlar haqqında tez bir zamanda tədbir görmək lazımdır. Bu arada videonu hələ də izləməyə davam edirsinizsə və videonu bəyəndinizsə, zəhmət olmasa kanalıma abunə olun və videonu bəyənin. Eyni zamanda Instagram hesabımızı da takip etməyi unutmayın. Gördüyünüz kimi YouTube'da yeniyəm və izlənmə çox aşağıdır. Eyni zamanda abunə sayım da çox aşağıdır. Amma bir bilsəydiniz ki, nə qədər çox maraqlı kontent fikrim var və inşallah onları çəkmək qismət olar. Vlogları isə ona görə çəkib paylaşıram ki, kanalda aktivlik olsun və bir qədər də olsa abunə toplaya bilim. Daha sonra inşallah daha maraqlı videolar gələcək. Ona görə də izləmədə qalın. Mənim min bir həvəslə başladığım göyərti təmizləmə işi də yarımçıq qaldı. Çünki uşağım ağlayır və mən gedib onu yatızdırmalıyam. Görürsünüz ki, uşaqlı ananın həqiqətən də çox çətin olur hər hansı bir işi görməyi və onu tamamlamağı. Ona görə də bu iş yarımçıq qalacaq. Daha sonra gəlib tamamlayacağam və əgər alındıra bilsəm, çəkib paylaşaram.
Bilmirəm sizdə də elədir ya yox, amma bizdə hava biraz korlanan kimi bizə xəngəl həvəsi gəlir. Mən isə özüm üçün xəngəllə yeməyə sos hazırlayıram, çünki qatıqla qəti şəkildə yeyə bilmirəm. Əslində əvvəllər yeyə bilirdim, amma hal-hazırda niyəsə bilmirəm xəngəllə qatıq məndə getmir. Ona görə belə çox sadə bir sos hazırlayıram. Gördüyünüz kimi sousun içərisində fərqli heç bir şey yoxdur. Sadəcə pomidor tomatından istifadə edirəm, bir qədər duz, istiot və çox az yağ qatıram. Xəncəl alınma xəncəldir. Normalda biz alınma xəncəlləri çox bəyənmirik, amma bu videonu xəncəli yeyib bitirəndən sonra, daha doğrusu 3 gün sonra səsləndirdiyim üçün ürək rahatlığıyla deyə bilərəm ki, bu dəfə alınan xəncəl həqiqətən dadlı idi. Suyu qaynamağa qoymuşdum. Su qaynayandan sonra biraz duz atdım, qarışdırdım və daha sonra xəngəlləri bir-bir suya atıram. Normalda bir qədər yağ qatırdım, amma bu dəfə niyəsə yadımdan çıxıb və yağ əlavə etməmişəm suya. Suya yağ əlavə eləyəndə xəngəllər bir-birinə yapışmır. Bunların da hamısını təmizlədim, işimi tamamladım. Qoydum suya. Nəsə elə də suyunu çox eləmişəm. Daşacaq bu dəniz. Artıq hava qaralıb, mən isə yığılıb qalan qablarımı yuyuram. Ev işləri arasında ən çox sevdiyim iş qabları yumaqdır. Heç sevmədiyim isə paltar ütüləməkdir və mən əminəm ki, bir çox xanımlarımız məndə eyni fikirdədir. Bu arada mən Instagramda, TikTokda və YouTube'un Shorts bölməsində bir video paylaşmışam. Həmin videoda sizdən istəmişəm ki, mənə maraqlı tanışlıq hekayələrinizi yazıb göndərəsiniz. Mən də gələn videoda həmin hekayələri oxuyacağam və maraqlı bir video çəkəcəm. Siz də tanışlıq hekayənizin maraqlı olduğunu düşünürsünüzsə və növbəti videoda öz hekayənizi görmək istəyirsinizsə, Instagram və ya TikTok mesaj bölməsinə öz hekayənizi yazıb göndərə bilərsiniz. Videonu sona qədər izlədiksə, sizə dərin təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşərik.